Biri var ki ildə bir dəfə artsın. Biri var 3 gündən bir artsın, 3 aydan bir artsın. Biri də var ki hər həftə bu sahədə qiymət artımı yaşanır. Yavaş-yavaş. Hər həftə yavaş-yavaş. Bir həftə əvvəl 10 qəpik aldığımız bir həftədən sonra 15 qəpik. Yox, sən görmüşsən ki 10 millilik iynəni bizdən vursunlar. Adamın nəzərəsi dağılar. Yavaş-yavaş. Yavaş-yavaş. Allah da. Yəni yavaş-yavaş. Qurbağa məsələsi də dostlar. Yavaş-yavaş. Qurbağa effektidir də. Bu günlərin bizdə Azərbaycanda qiymətləri qurbağa effekti ilə artırılır. Bilirsiniz nədir? Qaynar suya qurbağanı atanda o dəqiqə özünü oradan tullayır qazandan çölə. Amma qurbağanı tutursan soyuq suya, qazı da vurursan. Yəni bunu ev və qeyri-ev şəraitində etməyin. Bu sadəcə misaldır. Dəmə qoyursan. Bəli, qoyursan, o hava istiləşdikcə onun da bədəni öyrəşir, sonra vəssalam. Qiymət artımı da bizdə belədir. Yavaş-yavaş. Çünki birdən qaldırdılar. Yəni cəmaət doğrudan da o qədər narazılıq olar. Yavaş-yavaş lətvəsi bizdən uzaq. Bəli. Axırda deyirlər ki, qurtardı.